bugün sizinle Aktiv Inspire proqramında sihirli mürəkkəb alətinin yaradılması ilə tanış olacağıq. Bunun üçün birinci Aktiv Inspire proqramını açırıq. Proqram açıldıqdan sonra gördüyünüz kimi flipchart sahəsi yarandı və biz buradan yaradılmış yeni flipchart yaradaraq onun üzərində sihirli mürəkkəb alətini yaratmağa başlayacağıq. İlk olaraq biz fayllardan deməli şəkil əlavə etməliyik. Bunun üçün fayllardan media əlavə edin simgəsinin üzərinə bir dəfə tıklayırıq və kompüterimizin yaddaşında şəkil olan hissələrdən istənilən bir şəkli bura əlavə edirik. Hər hansı bir şəkli əlavə etdikdən sonra biz şəkli istədiyimiz ölçüyə salırıq və şəkli istədiyimiz ölçüyə saldıqdan sonra onun üzərini istənilən bir fiqurla örtürük. Bunun üçün biz fiqurlar simgəsinin üzərinə tıklayırıq və gördüyünüz kimi burada müxtəlif formalı fiqurlar görünür və biz istədiyimiz formada fiqur seçirik. Məsələn, biz buradan dairəni seçdik. Dairəni seçdikdən sonra biz onun kənar xətlərini və içinin rəngini seçirik və bundan sonra şəklin üzərində dairəni çəkirik və yenidən qayıdırıq seç alətinin üzərinə. Dairəni istədiyimiz kimi şəklin üzərində hərəkət etdirərək lazım olan qaydada yerləşdiririk. Dairəni şəklin üzərinə yerləşdirdikdən sonra biz obyektlər icmalçısının üzərinə bir dəfə tıklayırıq. Gördüyünüz kimi burada 3 təbəqə açıldı. Bizim hal-hazırda üzərində əməliyyat apardığımız fiqur və şəkil flipchartın orta təbəqəsində yerləşir. Biz çevrə fiqurunu, yəni dairəni üst təbəqəyə keçirməliyik ki, onun üzərində əməliyyatlarımızı apara bilək. Gördüyünüz kimi dairəni yuxarı təbəqəyə yerləşdirdik və bundan sonra biz sihirli mürəkkəb alətinin istifadəsinə başlayırıq. Bunun üçün biz alətlər simgəsinin üzərində sihirli mürəkkəb alətini tıklayırıq və bir də onu qeyd edim ki, biz seçdiyimiz şəkli kilidləməliyik ki, şəklin üzərində əməliyyat apararkən şəkil hərəkət etməsin. Və biz şəklimizi kilidlədikdən sonra götürdüyümüz sihirli mürəkkəb aləti ilə şəklin üzərində əlimizi çəkmədən bir dairə qeyd edirik. Gördüyünüz kimi şəklin müəyyən bir hissəsinin görüntüsünü əldə etmiş olduq. Və onu da qeyd edim ki, biz sihirli mürəkkəblə, yəni qələmlə işləyəndə artıq yuxarı təbəqədə qələmin də qeyd olunduğunu şahidi oluruq. Növbəti mərhələdə biz lupanı yaratmalıyıq və biz lupanı yaratmaq üçün yenidən fiqurlar simgəsinin üzərinə tıklayırıq və biz buradan çevrəni seçirik. Çevrəni və yaxud ovalı da seçə bilərik. Biz bunu çəkdiyimiz ovalın içini boş seçməliyik ki, bizim çevrəmizin içi boşalmasın. Və çevrəmizi çəkdikdən sonra yenidən seç alətinin üzərinə qayıdırıq və çevrənin üzərində, çəkdiyimiz kiçik çevrənin üzərində bir dəfə tıklayırıq. Biz tıkladıqdan sonra yenidən gəlirik xüsusiyyətlər icmalçısına və xüsusiyyətlər icmalçısında biz kontur bölməsinin üzərində bir dəfə sıxmaqla belə bir menyu açılır və biz buradan çəkdiyimiz çevrənin kənarının üslubunu və xətlərini müəyyən edə bilərik və biz buradan bütöv xətti seçirik və seçdiyimiz çevrənin eninin 20 dərəcədə olmasını nəzərə alırıq ki, bu bizə sihirli mürəkkəb alətində üzərində yerləşdirəcəyimiz şəklin kənarlarını düzgün qeyd etmək üçün kömək etsin. Yenidən biz qayıdırıq
obyektlər izmalçısına və çəkdiyimiz çevrəni yerləşdirmək istəyirik sehirli mürəkkəbin üzərinə. Gördüyünüz kimi bizim çevrəmiz bura gəlmir, düşür obyektin alt hissəsinə. Biz bunun üçün gəlirik orta təbəqədən fiqurumuzu, yəni fiqur 2-ni qaldırırıq yuxarı təbəqəyə. Fiqur 2-ni yuxarı təbəqəyə qaldırdıqdan sonra biz indi həmin çevrəmizi gətirsək, gördüyünüz kimi o bizim sehirli mürəkkəb alətimizin yaratdığı təbəqənin üzərində yerləşəcək. Və biz burada çevrəni yaratdığımız təbəqənin ölçüsünə uyğun olaraq dəyişirik. Yəni elə edirik ki, çevrənin alt hissəsindən yalnız bizə lazım olan hissə görünsün, kənar xətlər görünməsin. Və biz bundan sonra çevrəni istədiyimiz formaya saldıqdan sonra biz çevrənin kənarında bizə, yəni lupamızın dəstək hissəsini hazırlamalıyıq. Bunun üçün yenə qaydırıq fiqurlar alətinə və onun üzərindən biz düz xəttimizi seçirik və çəkdiyimiz düz xətti lupamıza əlavə etməliyik və çəkdiyimiz düz xətti görürsünüz, lupaya əlavə etdikdə o yenə də fiqurun alt hissəsinə düşür. Bunun üçün biz yenə də lupamızın dəstək hissəsində qaldırmalıyıq yuxarı təbəqədə üst hissəyə və bundan sonra bizim lupamızın üst hissəsi asanlıqla gələcək bizim fiqurumuzun üzərinə. Gördüyünüz kimi biz lupamızın artıq görüntüsünü yaratmış olduq. Və biz burada lupamızı istədiyimiz kimi hərəkət elətdirmək üçün biz bu alətləri qruplaşdırmalıyıq. Biz alətləri qruplaşdırmamışdan əvvəl ilk olaraq çevrəmizi kilidləməliyik ki, yəni şəklin üzərinə ötdüyümüz çevrəni kilidləməliyik ki, həmin çevrə hərəkət etməsin. Gördüyünüz kimi artıq çevrə hərəkət etmir. Və lupanın hissələrini çevrənin üzərində yerləşdiririk. Yerləşdirdikdən sonra sehirli mürəkkəbi çevrəni və yəni lupanın çevrə hissəsini və onun dəstək hissəsini qruplaşdırmalıyıq. Biz bunu ona görə qruplaşdırırıq ki, sonra bu alətdən istifadə edərkən hissələr dağınıq şəkildə hərəkət etməsin. Bunun üçün biz seç düyməsi vasitəsilə lupanın üzərini qeyd edirik və alətlər menüsündə qruplaşdırılmış simgəsinin üzərinə sıxırıq. Və bizim demək olar ki, lupamız artıq bütöv şəkildə, yəni hissələrə ayrılmadan tam şəkildə hərəkət edir. Və gördüyünüz kimi biz artıq burada çevrənin altında gizlətdiyimiz şəklin nə olduğunu, yəni obyektin nə olduğunu müəyyən etmiş oluruq. Biz sehirli mürəkkəb üsulundan tapşırıqlarda nə zaman istifadə edə bilərik? Sehirli mürəkkəb üsulundan ən çox qoyulmuş sualların cavabını almaq məqsədi ilə motivasiyada və yaxud da tədqiqatın aparılması hissəsində verilmiş tapşırıqların düzgün cavablarını yoxlamaq məqsədi ilə də istifadə edə bilərik. Mən sizə sehirli mürəkkəb alətinin istifadəsində uğurlar arzu edirəm və ümid edirəm ki, bu alətdən öz dərsinizdə yararlana biləcəksiniz.